Çanqan A05-in sürətlər qutusunun yağını dəyişirik dostlar. Gəl indi yaxınlaşaq, baxaq görək 50.000 kilometr getmiş korobka yağı nə vəziyyətdə çıxacaq. 50.000 kilometr gedib cəmsi. Baxın, korobka yağı görürsünüz necə qaralıb 50.000 kilometrə. Bunun korobkasının yağ tutumu dostlar 2 litr yarımdır. Bax görürsünüz 2 litr çıxdı və yarım litr də uzaqbaşı oradan çıxacaq. Yəni korobkanın yağ tutumu dostlar bunda 2,5 litrdir. Yəni burada korobka yağını gedişdirmək olmaz. Bu hansısa bir Hyundai'larda 8 litr yağ tutan korobkadakı kimi 80.000, nə bilim 100.000 sürmək olmaz. Maksimum 50.000 kilometrdə korobkanın yağını dəyişmək lazımdır. Elçin, sən nə deyirsən? Baxaq. Qarbat vəziyyətdədir. Baxın, maqnitin, bəli, maqnitin üstünə artıq yeyinti qar, baxın, baxın, maqnitin üstünə artıq görürsünüz necə friksiyonların yeyintisini artıq yavaş-yavaş o içi yığılır. Onu nə eləmək lazımdır? Baxın, görürsünüz, artıq 50.000 kilometrdə korobkanın yağının nə vəziyyətə düşdüyünü özünüz görürsünüz. Yəni, Çanqan A05 sürənlərə demək istəyirəm ki, dostlar, bunun korobkasının yağını maksimum 50.000 kilometrdə dəyişmək lazımdır. Yaxınlaşırsınız avtomobil yağlama mərkəzinə. Bizim bura arxa seximiz sürətlər qutusunun yağının dəyişdirilməsi və burada 2 litr yarım yağ tökürük və 50.000 kilometrdə tam zamanət veririk ki, 50.000 kilometrdən bir, maksimum ən uzağı 60.000. Yəni 50.000 kilometrdən bir də korobkanın yağını dəyişməyi sizə məsləhət görürük. Hal-hazırda korobkanın yağını buraxmışıq. Motorun da yağını dəyişəcək və sürətlər qutusunda yağını dəyişib yola salacaq. Çanqan A05 sürənlərə deyirəm ki, yağınızı dəyişmək istəyirsinizsə yaxınlaşın avtomobil yağlama mərkəzinə. Korobkanın yağının dəyişdirilməsi cəmsi 130 manatdır dostlar. 130 manata sürətlər qutusunun yağını dəyişirik. Hər bir şey yağlı zaddır, əl haqqılı zaddır. Sizlə 130 manata Çanqan A05 sürənlər 50.000 kilometrdən gec dəyişməyin korobka yağını və korobka yağınız yoxsa bərbad vəziyyətə düşər və korobkanızda problemlər yarana bilər. Sağ olun, avtomobil yağlama mərkəzini dostlar izləmədə qalın.